Şeyx həmçinin kommentarda gələn suallardan biri budur Bəli. ki, atasının Maşallah yazırlar. maşallah maraqlanırlar. Hə, yaxşı. Atasının adından sədəqə 1 manat vermək olur. Kitabından Quranı oxuyub, xüsusən Yasin surəsini oxuyub, savabını atasına göndərmək olmur. Niyə? Bilirsiniz, niyə? Birinci, hər şey dəlillərə əsaslanmalıdır. O demək deyil, bu olarsa hər şey olar. Yox, biz dəlillərə əsaslanmalıyıq. Baxmayaraq bəzi alimlər deyib, nəinki Yasin. Yasini özün xüsusiləşdirmək özü yəni bidətdir. O Yasin barədə o hədislər hamısı zəifdir. Ümumiyyətlə Quranı oxuyub, savabın atana, anan üçün istəməyi bəzi alimlər caiz görüb. Lakin o, bilirsiniz necə? Təbii ki, o alimlər ki, caiz görüb, onlar bu şəkildə caiz görmürlər, hansı ki, insan ölür, molla çağırırlar, palatka qurulub, yeyib içmək, oxuyurlar. Bu şəkildə heç kəs caiz görməyib alimlərdən. Hətta icazə verənlər. İcazə verənlər necə görüblər? Məsələn, sən evdə oxuyursan Quran-ı Kərim. Tutaq ki, Bəqərə surəsini oxudun. Axırda deyirsən ki, ya Rabbi, bu savablar ki, mən qazandım, bu savabımı atama ver, məsələn. Bəzi alimlər caiz görüb, hətta İbn Teymiyyə bunu caiz görüb. Lakin dəlillərə baxanda Quran qeyd olunmayıb. Su qeyd olunub, sədəqə qeyd olunub, bəzi şeylər. Ona görə nə qeyd olunub, onlara üstünlüyü ver. Nə qeyd olunub, onlara üstünlüyü ver, o bəs eləyir. Bəli.